Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Xatırlayacağınız üzrə bundan öncəki dərsdə biz Vulnerable Web Application üzərində olan modullara artıq start vermişdik. İlk olaraq Brute Force hissəsində biz Brute Force-un fərqlərindən nəzəri olaraq danışıb, daha sonra praktik hissəsini keçid etmişdik. İndi isə Command Injection-dan davam edirik. Bu dərsdə biz bunun nəzəriyyəsinə baxacağıq. Siz nəzəriyyə hissəsini davam etdirdikdən sonra isə eyni şəkildə Vulnerable Web Application üzərində praktik hissəsində də keçid etmiş olacağıq. Yavaş-yavaş istəyirsiz uzatmadan başlayaq. Ümumiyyətlə Command Injection dediyimiz hissə nədir? Command Injection dediyimiz şey web interfeys üzərindən hansı əmrləri əməliyyat sisteminin üzərində icra eləməkdir. Hansı ki, deyək orada bir input form var. Siz bu input form üzərində bir əmrlər icra edirsiniz və web server hal-hazırda sahib olduğu əməliyyat sisteminin üzərində o əmrləri əslində hüquqsuz bir şəkildə, hansı ki, bizim o əmrləri icra etməyə hüququmuz olmamalıdır. Lakin düzgün sanitizasiya olmamasından və buna oxşar digər səbəblərdən bu əmr icra olunur və bizim görməməli olduğumuz bir nəticəni görmüş oluruq, belə deyim. Deyək, məsələn, Windows əməliyyat sistemində biz əmrləri CMD üzərindən, PowerShell üzərindən icra edirdik. Eyni şəkildə Kali Linuxda biz terminal üzərindən bu əmrləri icra edirdik. Ümumiyyətlə, hər hansı bir web applikasiyada müəyyən bir web serverin üzərində qaldırılır və bu web serverin təbii ki, bir əməliyyat sistemi olur. Çox zaman bu olur Linux əməliyyat sistemi. Yəni, bu zamanda təbii ki, biz orada yeni əmrlərdən istifadə edə bilirik və bu Command Injection-da əslində bu formada baş verir ki, interfeysdən, web applikasiyanın özünün interfeysindən çıxıb biz artıq sahib olduğu, yəni onun üzərində qaldırıldığı əməliyyat sistemində əmrləri icra eləmiş olurduq. Burada bəzi hissələr eyni şəkildə göstərilib. Təhlükəsiz olmayan məlumat axınıdır. Hansı ki, tətbiqlər istifadəçi girişini heç bir yoxlama olmadan birbaşa sistem qabığına, hansı ki, shell dediyimiz hissəyə ötürür və shelldən də biz nəticələr alırıq. Hansı ki, biz bayaq bunu dedik, burada sanitizasiya prosesi icra olunmalıdır. Yəni göndərilən hər hansı bir əmr təbii ki, olduğu kimi buraxılmamalıdır və əmrin kontentini, belə deyim, web applikasiya müəyyən qədər analiz etməlidir. Əlavə olaraq hücumçu tətbiqin mövcud sistem imtiyazlarına yayınlanaraq əmrlər icra eləyirdi. Command Injection eyni şəkildə belə də baş verirdi və kənar şəxs tətbiqin nəzərdə tutulmayan əməliyyatları yerinə yetirməsinə nail olmuş olurdu. Burada giriş məlumatları dedikdə, yəni biz burada nələrdən istifadə edib Command belə deyim, Injection Execution-ı həyata keçirə bilərik. Əsasən web forumlar, ümumiyyətlə input formu olan hər bir hissədə biz bu əmrləri demək olar icra eləyə bilirik. Yəni əgər sanitizasiya düzgün olmayıbsa, məsələn, adparol hissəsi ola bilər və yaxud hansısa bir forma ola bilər, deyək hansısa bir satışla bağlı bir form əlavə ediblər ki, mail göndərək. Orada da eyni şəkildə biz bu Command Injection-ı həyata keçirə bilərik. İstifadəçi tərəfindən doldurulmuş sahələr vasitəsilə zərərli kodlar sistemə yeridilir. Burada eyni şəkildə biz cookielərdən və başlıqlardan istifadə edə bilərik. HTTP-də olan cookielər və HTTP headerlarda biz giriş nöqtəsi kimi istifadə edə bilərik. Hansı ki, bu təbii ki, istifadəçinin özünün məlumatlarını, credentiallarını tutduğu üçün müəyyən qədər biz bundan da eyni şəkildə istifadə edə bilərik və burada eyni şəkildə etibarsız yoxlama da əlavə olunub ki, giriş məlumatlarının düzgün doğrulanmaması ən əsas zəiflik mənbəyi kimi götürülmüş olur. Burada hücumun ümumi anatomiyasına baxacağıq. Bu necə baş verə bilər? Əslində bu hissə bizim operator dediyimiz terminalda əlavə etdiyimiz əmrlər vasitəsilə icra olunur. Məsələn, burada bir neçə operator siz görə bilərsiniz. Biz demişdik ki, məsələn, sistem upgrade eləyən zaman apt deyək, upgrade eyni şəkildə update yazırdıq. Onun üçün biz gördüyünüz end operatorundan istifadə eləyirdik. Burada hər bir operatorun spesifik bir mənası var, ancaq bizim Command Injection eləyən zaman bunların hansının nə məna kəsb etdiyinə çox ehtiyacımız yoxdur. Sadəcə biz onu başa düşməliyik ki, biz bu operatorlardan istifadə eləyərək ard-arda bir neçə əmr verə bilirik. Məsələn, deyirik ki, tutalım, deyək bir input formu var, spesifik bir məqsədi var. Deyək ki, databazadan bir məlumat çəkmək üçün nəzərdə tutulub və istifadəçi bir məlumatı çəkir və ona uyğun hazırlanıb. Lakin biz əlavə olaraq ikinci bir əmri də birinci əmrlə cəlayaraq ikinci əmrimizi icra eləyə bilərik. Hansı ki, bizim nümunəmizdə biz burada Remote Code Execution üçün reverse shell çağıra bilərdik. Məsələn, gördüyünüz bu əmr birinci uğurlu olarsa ikinci icra et deməkdir. Eyni şəkildə bu appendixdə birinci uğursuz olarsa ikinci icra et deməkdir. Yəni əslində bu əmrlərdən hansını istifadə etdiyimizin bizim Command Injection hissəsində spesifik olaraq Vulnerable Web Application-dan danışıram. Çox bir əhəmiyyəti olmayacaq. Məsələn, siz bu nümunəni görə bilərsiniz, hansı ki, sırf bunun üzərindən gedəcəyik. Biz deyək bir formumuz var, bu form üzərindən biz ping atırıq. İlk olaraq deyək 88 hansı ki, bu Google-un DNS serverinin IP-sidir. Buna ping atdıq. Daha sonra biz bu semikolonla istifadə edərək ls-la əmrini icra edə bilərik. Bu zaman biz həmin əməliyyat sistemində olan gizli faylları eyni şəkildə listələmiş olacağıq. Yəni burada detallı bir məlumat da verilib ki, həm ping əmri icra olunur, həm də server fayllarını siyahlayır. Yəni iki fərqli əmr birlikdə icra olunmuş olur. Hansı ki, ardıcıl olaraq hər iki əmri icra et. Yəni burada da siz onun detallı izahını görə bilərsiniz.
Və burada əsas məsələ nə ola bilər? Biz dedik ki, veb applikasiyanın qaldırıldığı server üzərində biz müəyyən əmrləri icra eləyə bilirik. Hansı ki, bunun ən belə deyim təhlükəli hissələrindən biri remote code execution-dur. Remote code execution zamanı nə baş verirdi? Biz həmin veb serverin əməliyyat sisteminə uzaqdan bir bağlantı qura bilirdik və öz kompüterimizdən əmrlər icra eləyə bilirdik. Hansı ki, bir növ o kompüterə sahib olmuş olurduq. Bu zaman biz root səviyyəsində təbii ki, qalxa bilərik. Orada bəzi payloadlardan istifadə edə bilərik. Bunu biz növbəti dərslərdə privilege escalation hissəsində detallı şəkildə danışacağıq. Sadəcə yəni bunun çox böyük bir təhdid vəd edildiyini anlamalısınız. Çünki hansısa bir serverin üzərində sadəcə web applikasiya qaldırılmamış ola bilər. Yeni şəkildə onun fayl serveri ola bilər və ya korporativ digər məlumatlar saxlanıla bilər. Və burada da təbii ki, çox böyük problemlər baş verə bilər. Yəni biz bədniyyətli bir şəxs olsaq, müştəri məlumatlarını əldə edə bilərik, finans məlumatlarını əldə edə bilərik və bu da təbii ki, çox böyük itkilərə eyni şəkildə səbəb ola bilər. Bu zaman biz tam sistem nəzarəti əldə edirik. Tətbiq root və yaxud da administrator səlahiyyəti ilə işləyirsə, hücumçu bütün sistemi ələ keçirə bilir və sistemi hətta silə belə bilərik. Yəni belə deyim, biz demişdik ki, force əmri vasitəsilə biz hər hansı bir faylı force eləyib məcburi şəkildə sildirə bilirik. Yəni bu prosesləri də eyni şəkildə təkrarlayıb qarşı tərəfi yararsız halda sala bilərik. Root imtiyazları ilə işləyən tətbiq hücumçuya tam açıq qapı vəd eləyir. Yəni bu da təbii ki, çox böyük problemlər ortaya çıxara bilər. Məsələn, eyni şəkildə biz mühit dəyişənlərini manipulyasiya da edə bilərik. Bildiyiniz kimi hansısa bir əməliyyat sistemində bir neçə dəyişənlər olur, hansı ki, bu əməliyyat sisteminin strukturu ilə və onun içərisində olan proqram təminatı ilə belə deyim əlaqəli bir şeydir. Hücumçular tətbiqin güvəndiyi mühit dəyişənlərini dəyişdirərək zərərli skriptlər işə sala bilərlər. Məsələn, app home dəyişdirərək tətbiq zərərli bir qovluğa yönləndirilir və path manipulyasiya ilə sistem əmrləri ələ keçirilir. Tətbiq özü bilmədən zərərli skript icra eləyir. Hansı ki, deyə müəyyən bir backdoor quraşdırmışıq və yaxud nə bilim buna bənzər zərərli bir kod inject eləmişik. Yəni bu prosesdə biz bu command injection hissəsindən belə deyim başlanğıc nöqtəsi olaraq istifadə edə bilərik. Təhlükə miqyası sadəcə bundan da qalmır. Eyni şəkildə blind injection-da bizim command injection hissəsinə əlavə oluna bilər. Bəzi hallarda tətbiq heç bir cavab və ya xəta mesajı qaytarmır. Bu hücumçunun aşkarlanmasını çətinləşdirir. Lakin sistemi tamamilə kompromisə uğratmaq hələ də mümkün olur və eyni şəkildə sleep əmri vasitəsilə sistemin cavab verməsində ki olan gecikmələrdən də istifadə edərək biz zəiflikləri aşkarlaya bilərik. Biz bundan əvvəlki dərsdə brute force hissəsində görmüşdük ki, login cəhd eləyən zaman hər login cəhdi arasında 2 saniyə belə deyim sleep əmri icra eləyirdi. Biz bunu sadəcə burada yox, əslində digər injection hücumlarında da görə bilərik. Sleep əmrindən istifadə edərək biz eyni şəkildə SQL-də də müəyyən belə deyim boşluq növlərini aşkarlaya bilərik. Biz blind injection-da buradan aşkarlaya bilərik. Burada digər bir üsulun haqqında da məlumatı eyni şəkildə görə bilərsiniz. Burada ilkin giriş əldə edirik, yəni mərhələli şəkildə belə gedə bilər. Zəif tətbiq vasitəsilə sistemə ilk daxil oluruq. Daha sonra pivoting həyata keçiririk. Pivoting nə deməkdir? Belə nəzərdə tuta bilərsiniz. 2 dənə şəbəkə var. Birinci şəbəkə public şəbəkədir. Yəni internetə açıqdır, hansı ki, indiki nümunədə web server, web applikasiya ola bilər. İkinci şəbəkə isə daxili şəbəkədir və buna birbaşa internetin aksesi yoxdur. Sadəcə web serverin belə deyim, onu web server sadəcə onu görür. Biz public şəbəkəyə daxil olduqdan sonra pivot eləyib daxili şəbəkəyə keçə bilərik və bu zaman artıq bütün sistem infrastrukturu üzərində akses əldə etmiş olacağıq və tam nəzarət bütün infrastrukturun ələ keçirilməsi və məlumat oğurluğunda burada dediyim kimi qeyd olunub. Bəs bundan necə qoruna bilərik? Bunun haqqında müəyyən qədər məlumatınız olsun. Burada qeyd edilib ən etibarlı müdafiə OS qabığına müraciət tamamilə aradan qaldırmaqdır. Mümkün olduqca sistem qabığına ehtiyac duymayan dil səviyyəsindəki API-lərdən istifadə edilməlidir. Fayl əməliyyatları üçün OS əmrləri əvəzinə proqramlaşma dili kitabxanalarına üstünlük verin, frameworklar və sair nəzərdə tutun library-ləri. İşgal çağırışı qaçınılmazdırsa, arqumentləri əmrlərdən ayrı ötürün, birləşdirməyin, sintezasiya və sair prosesini biz demişdik. Eyni şəkildə allowed list yanaşması da burada qeyd olunub. Yalnız icazə verilən dəyərlər siyahısını müəyyən eləyin. Hansı ki biz birazdan belə deyim command injection-ın medium və high səviyyəsində olan çətinliklərində biz görə bilirik ki, bəzi əmrlər var, bəzi operatorlar var, bunlar bloklanıb, lakin orada yenə bəzi boşluqlar verilə bilər. Yəni o prosesdə təbii ki, düzgün şəkildə əldə etmək, belə deyim, əlavə etmək lazımdır. Məsələn, orada bloklaya bilər, bayaq gördüyünüz operatorlar ki, input formunda bu operatorları qəbul etmə. Məsələn, bu da eyni şəkildə müdafiə mexanizmi kimi istifadə oluna bilər. Əlavə olaraq imtiyazların idarə edilməsi bu ümumiyyətlə Blue Team-də security-də olan geniş anlayışlardır. Hansı ki list privilege prinsipi qeyd olunub. Tətbiq yalnız öz funksiyası üçün tələb olunan minimum imtiyazla çalışmalıdır. Yəni sən deyək root dəyərinə sahib olan bir web serverin üzərində təbii ki bunu istifadə edirsənsə, o sistem belə deyim, ələ keçirilən zaman, exploit olunan zaman birbaşa hücumçunun root səviyyəsində səlahiyyəti olmuş olacaq. Eyni şəkildə hər tətbiq üçün ayrıca məhdud səlahiyyətli sistem hesabı yaradılmalıdır. Root hesabından heç vaxt istifadə edilməməlidir və monitorinq auditdə təbii ki bu
tip hücumların, bu tip belə deyim, atakların qarşısını almaq üçün ən vacib hissələrdən biridir. Hansı ki, loqları izləməliyik, anormal əmr aktivliyini izləməliyik. Beləcə biz bunu aşkarlayaraq da aradan qaldıra bilərik. Müdafiəni daha dərin necə eləyə bilərik? Təbii ki, Web Application Firewall-dan istifadə oluna bilər. Bu bütün soruları, bütün şübhəli soruları filtrləyir, buraxmır və yaxud birbaşa deyək, əgər requestlərin sayı artsa şübhəli bir IP-dən birbaşa blacklist alaraq həmin IP-yə aksesi tam bloklaya bilər. Eyni şəkildə sandboxing-də istifadə oluna bilər. Siz digər hissələrdə detallı şəkildə görürsünüz. Bu bizim Command Injection-la bağlı olan nəzəri dərsimiz idi. Bundan sonraki dərsdə isə bunlar web application üzərindən inşallah bu mövzunun praktikasını göz gəzdirmiş olacağıq. Diqqətinizi təşəkkür edirəm. Növbəti dərsdə görüşəndə.